Düldül Media təqdim edir. Qədim zamanlarda bir qoca kişi və onun oğlu var idi. Oğlanın heç dostu yox idi. Bundan narahat olan ata onun üçün bir at alıb gətirdi. O gündən at oğlanın yaxın dostuna çevrildi. Bir gün zəmanənin şahı vəzir vəkili ilə onların kəndinin yanından keçirdi. Bu vaxt şahın gözü həmin ata sataşdı. Atı görən kimi bəyənən şah köməkçilərinə əmr elədi ki, nə bahasına olursa olsun o atı kişidən alıb gətirsinlər. Şahın köməkçiləri kişiyə yaxınlaşıb soruşdular. Ay kişi, bu atı neçəyə satarsan? Bu at satılıq deyil. Bəs 2 atın pulunu versək? Mümkün deyil, satmıram. Biz sənə 5 atın pulunu verərik. O at mənim oğlumun ən yaxın dostudur. Biz dostları satmırıq. 10 atın pulunu veririk. Dedim ki satmıram. Bunun tərsliyi tutub. Yaxşı kişi, sənə biraz vaxt veririk. Get fikirləş. Bir neçə günə yenə qaydacağıq. Onda son qərarını deyərsən görək satırsan ya yox. Şahın adamları gedən kimi kənd əhalisi kişinin yanına gəldi. Ay kişi, bir ata 10 atın pulunu verirdilər. Belə fürsəti niyə qaçırdın? Sən səhv elədin. Gərək atı satardın. Mən atı satmadım. Siz də gördünüz. Siz deyə bilməzsiniz ki, mən düz eləmişəm yoxsa səhv. Sadəcə satmadığımı deyə bilərsiniz. Kənd əhalisi bu cavabı bəyənməsə də bir söz deməyib evlərinə dağılışdılar. Bir müddət keçdi. Bizim bu at evdən qaçdı. Bunu eşidən kənd əhalisi yenə də kişini məzəmmət eləməyə başladı. 10 atın pulunu bir ata görə əldən verdin, indi o at da qaçdı. Böyük səhv elədin ay kişi. Görünən odur ki, at qaçıb. Mənim səhv və ya düz iş gördüyümü isə heç kəs bilə bilməz. Sadəcə deyin ki, at qaçıb və salam. Kənd əhalisi deyinə-deyinə evlərinə qayıtdılar. Çox keçmədi ki, bizim at yanında 20 yabanı atla geri döndü. Kənd əhalisi heyrətlə onların evinə axışdı. Ay kişi, nə yaxşı elədin o atı satmadın, indi 21 atın oldu. Başıva dövlət quşu qondu. Birdən-birə varlı oldun. Kişi başını bulayıb dedi. Bizim at 21 atla geri qayıtdı. Amma bunun yaxşı ya pis olduğunu siz deyə bilməzsiniz. Bunu heç kim bilmir. Çox keçmədi ki, kişinin oğlu yabanı atlardan biri ilə oynayarkən at onun ayağını qırdı. Kəndlilər yenə də kişiyə məsləhət verməyə başladılar. Vaxtında o atı satsaydın, başına da bu bəlalar gəlməzdi. Təzə atlar sənə düşmədi. Oğlunun ayağı qırıldı. Gərək razılaşıb atı satardın ha kişi. Kişi başını bulayıb dilləndi. Ay cəmaət, bir qəza baş verib. Oğlumun ayağı qırılıb. Bunu böyütməyin. Satmamağım düz idi, yoxsa səhv idi, bunu siz deyə bilməzsiniz. Kəndlilər deyinə-deyinə qayıtdılar. Bu işdən 3 gün keçmişdi ki, şahın adamları yenə də kəndə gəldilər. Elə bilirsiniz, ata aparmağa gəlmişdilər? Yox, küçələrdən carçının səsi gəlirdi. Ey əhali! Şahın fərmanı ilə düşmənlərlə müharibəyə gedirik. Əli qılınc tutan hər kəs müharibə libasını geyinib meydana gəlsin. Gəlməyənlərin boynu vurulacaq. Ey əhali! Əlbəttə ki, ayağı qırıldığı üçün kişinin oğlunu müharibəyə aparmadılar. Dəstə-dəstə toplaşıb qanlı müharibəyə yollanan kənd əhalisi təəccüblə müdrik qoca və onun oğluna baxırdılar. Artıq deyəsi bir söz qalmamışdı. Uşaqlar, sizcə qoca niyə kəndlilərin fikri ilə razılaşmırdı? Fikirlərinizi rəylərdə yazmağı unutmayın.